Və nəhayət ki, biz bugün idarə heyətinin qərarı ilə Qərbi Azərbaycan icmasının Paşalı rayonunun, o cümlədən Beynəlxalq Diaspora Mərkəzinin birgə təşkilatçılığı keçən tədbirdə Göksel Gülbəyə Türk dünyasına xidmətdə belə bir hədiyyə təqdim edirik. Belə bir hədiyyədir. Teşekkürler, sağ olun. Burada bu hədiyyə nədən ibarətdir? Burada Türk Dövlətləri Birliyinin hər bir dövlətin haqqında məlumatlar belə çıxır. Evet. Arxasında da. Çox maraqlı. Teşekkürler, sağ olun. Belə bir məlumat. Böyle bir şeylik. Hamısı ayrılıqda. Çox maraqlı. Yəni hər dövlətin öz. Bu yəni Türk Dövlətləri Birliyinə kimlər üzv olublarsa, həmin Bu dövlətlərin ülkeler, devletlerin hakkında şey. Bəli. Qələbədir, hamısı ayrı-ayrı. Bu gözəl həmin bu suveniri də bizim Tofiq müəllim, bizim departament rəhbərinin təşəbbüsünə hazırlanıbdır. Sağ olsun. Sağ olun. Teşekkürler, sağ olun. Sonra belə bir Və bu da bunun, bax bu da bunun bayrağı. Bax bu da bunun belə birlikdə bayrağıdır. Göksel bəy. Bu da İrəvan xanlığının tarixinə işğal olmuş İrəvanla bağlı kitabdır. Böyle sizə. Azərbaycan, Rus, İngilis, Türk dilindədir o kitaba. İrəvanla bağlı. Belə bir şeydir. Amma bir də sizə bir yerdə yaxın şəhid çəkdir.